Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Kanalımızda hər birinizi xoş gördük. Bugünkü videomda Azərbaycan mətbəxindən döşəməli plov hazırlayıram. Plovu isə həyətimizdə saxladığımız toyuqlardan hazırlayacağım və anamın 2 əsrlik tarixi olan mis qazanda bişirəcəm. Bu qazanda bişən yeməklərin dadı, ləzzəti tamam başqa olur. Əgər sizin üçün də maraqlıdırsa, keçək yeməyimizin hazırlanmasına. Aşı bişirərkən hər dəfə mən olduğu kimi indi də düyünü yudum və duzlu suda 1 saat islaqda saxlayacağım. Əziz xanımlar, siz döşəmə plovu quzu əti və yaxud da dana əti ilə də hazırlaya bilərsiniz. Onu da deyim ki, əgər tez bir vaxt ərzində plov bişirmək istəyirsinizsə, bu döşəmə plovu rahatlıqla hazırlaya bilərsiniz. Həm tez başa gələcək, həm də az bir zamanınızı alacaq. İndi isə toyuğun artıq hissələrini kəsib çıxardıb doğrayacağım və sonra 2-3 dəfə təmiz olana qədər yuyacağım. Kanalımıza hələ də abunə deyilsinizsə, abunə olub yorum yazmağı və videolarımızı bəyənməyi unutmayın. Dəstək olan hər birinizə təşəkkür edirəm. Allah sizlərdən razı olsun. İndi isə 2 ədəd böyük soğanı xırda-xırda nazik halqa farı doğrayıram. Soğanın üzərinə turşu kimi tökmək üçün bir dənə də narı sıxıram. Mövsümü olduğuna görə siz hər hansı bir turşudan da istifadə edə bilərsiniz. Nar, alça, zoğal və yaxud da nəyiniz varsa əlinizin altında. Və turşulu soğanı yuduğum toyuğun üzərinə tökürəm. Sonra isə duzunu, istiotunu vurub 20 dəqiqə saxlayacağım. Toyuğun tikələrini bu cürə bastırma formasında eləyəndə, biraz da saxlayanda daha ləzzətli olur. Üzərinə isə nar şirəsi qalmışdı, biraz onu da əlavə etdim. Plovumuzu bişirmək üçün mis qazanımıza su tökürəm və qoyuram qaynamağa. İnanın ki, qazan həm ağırdır, həm də çox qalın qazandır. Və qazmaq üçün 2 yumurtanı qırdım. Üzərinə 1 stəkan qatıq əlavə edirəm. Çırpıram çəngəl vasitəsilə. Daha sonra isə 1 dolu yemək qaşığı un tökürəm. Duz əlavə edəcəm. Düyümüz bişəndə isə 2 dolu yemək qaşığı düyü əlavə edəcəm. Plovumuz üçün biraz turşu götürmüşəm və təmizlənmiş şabalıdım var əlimdə. İndi isə düyümüzü tökmək üçün su qaynadı. Duz əlavə edirəm və yuduğum, duzlu suda saxladığım və süzdüyüm düyünü tökəcəm qazana. Düyünü əvvəldən islatdığım üçün düyü çox tez bişir. Düyü qaynayana qədər mən soğana qoyduğum toyuğun ətini hamısını çıxardacağım, bir qaba yığacağım və soğanın isə özünü sıxıb suyunu tökəcəm bir kənara. Bizim üçün lazım olmayacaq. Onu da qeyd edim ki, mən 1 kiloqram düyünün plovunu bişirirəm. 5 dəqiqədir ki, qaynayır düyü, artıq bişib. İndi isə süzəcəm. Qazmağın içinə biraz da bişmiş düyüdən əlavə edirəm və qazanın dibinə kərə yağı tökəcəm, ərisin, sonra isə qazmağı yağın üzərinə əlavə edəcəm. Dəyərli izləyicilər, əgər sizin üçün maraqlıdırsa, kanalımızda bir neçə çeşid plovlar hazırlamışıq ki, videolarımıza keçid edin, izləyin. Yağ möhkəm isinəndən sonra qazmağı əlavə etdim yağın üzərinə. İndi isə toyuğun tikələrini qazmağın üzərinə yığacağım. Yəni heç gözləmədən tikələri qazmağın üzərinə yerləşdirirəm. Daha sonra istəyə bağlıdır. Soğanı tikələrin üzərinə əlavə edə bilərsiniz. Yox, əgər istəmirsinizsə soğana ehtiyac yoxdur. Mən biraz soğandan ətin üzərinə əlavə etdim. Sonra isə şabalıdını, turşusunu tökdüm və indi isə
düyünü əlavə edirəm. Qazanın altına, yəni qazın üzərinə dəmir qoyduğumu qeyd etməyi unutmuşdum. Mütləq qazanı dəmə qoymaq üçün, plovunuzu dəmə qoymaq üçün altına dəmir qoymaq lazımdır. Yoxsa qazanın dibi yanar, ətiniz də israf olar. Bu cürə yığdım və sarı kök də əlavə edirəm. 2 dəfə aşın üzərinə və orta hissəsindən bir dəfə də əlavə etdim. Kərə yağı plovlarımıza xüsusi dad verir və üzərindən isə kəsib kərə yağlarını yığıram. Plovumuzu dəmə qoyuram. Mən qazan çox qalın olduğuna görə 1 saat plovu dəmdə saxladım. Artıq vaxtım çox az qalıb, ona görə də plovu mən çəkib sizə göstərmək istəyirəm, dəyərli izləyicilər. İnanın ki, düyünün, kərə yağının, sarı kökün, ətri hamısı bir-birinə qarışıb. Düyü isə çox gözəl dəm alıb və dəndəndir. Bir dənəsi belə əzilməyib. Qazanımız da çox qalın olduğu üçün plovumuz da çox gözəl dəm alıb. Bacardığım qədər plovun lap alt hissəsini də sizə göstərmək istəyirəm. Yanmayıb, yapışmayıb, qazmağımızda, ətimizdə çox yumuşaq bişib. Keçmişdə nənələrimiz plovu həmişə mis qazanda süzərdilər və üzərinə isə nəhrə yağını qoyub dəmə qoyardılar. Allah hər birinizin evinə bol ruzi, bərəkət nəsib eləsin və süfrələriniz aşıb daşsın. İnşallah növbəti videolarımızda görüşənədək salamat qalın, Allaha əmanət olun.